Bəli, mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl rayonu, savadlı, ziyalı bir rayon olan biz hardayıq? Biz bugün İsmail rayondayıq. İsmail rayonda Talıstan kəndindən mən dəfələrlə illər əvvəl olmuşdum və sosial şəbəkələrdə verdik, jurnallarda verdik. Burada gözəl anamızı, gözəl analarımızı çəkdik, təqaüddə olan müəllimləri çəkdik. Qocaman Xalit müəllim kimi müəllimləri çəkdik, Şahzad müəllim kimi müəllimləri çəkdik, Aydın müəllim kimi müəllimləri çəkdik və o cümlədən də biz qabaqcıl şagirdlər çəkdik. O şagirdlərdən biri sizlərə təqdim etmək istəyirəm. Qoçapala adın, soyadın nədir? Ataman Salihzadə. Ataman Salihzadə. Salihzadə Ataman balamızı təbrik edirik. Allah təala sənə uzun ömür, can sağlığı versin. Sən sinifdə oxuyursan? 4-də. 4-də oxuyur. Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Polis. İnşallah. Arzu edirik gələcəkdə ən yüksək balla polis akademiyasına qəbul olsun. Bəli, mən Vüsal Kəlbəcəri və bizim bölgə müxbirimiz, demək, Günay xanımdır, fotokameramanımız, illərin jurnalisti olan Nigar Borsalı da buradadır və sənə təşəkkür edib, minnətdarım bildiririk. Çağdaş təhsil komandası olaraq səni kimi şagirdlərlə biz fəxr edirik, uğurlar dilərik, nailiyyətlər dilərik. Bizə nə söz verir? Gəl bura, sən də gəl. Bizə nə söz verirsən? Gələcəkdə bayrağımızı yüksəklərə qaldırmağa, gələcəkdə vətənimizin başını düz etməyə söz verirsənmi? Bəli. Söz verirsənmi? Sirkəl etmə. Verir. Söz verirsənmi? Biz də sənə söz veririk ki, sənin uğurla nailiyyətlərini işlandıracağıq. Amma müəllimlərin adlarını demədin. Hansı müəllimləri daha çox sevirsən burada? Kifayət müəllim. Neçədə oxuyursan? 4-də. 4-də. İbtidai sinif müəllimi Kifayət müəllimədir. Ona da dərin təşəkkür edirəm. Məktəb direktoru kimdir? İlham müəllim. İlham müəllim, salam əleykum. Səni də salamlayırıq. İlham müəllim də bizim sevdiyimiz müəllimlərdən biridir. Dərin təşəkkür bildiririk. Sənin adın nədir Qoçapala? Altay. Bir dəqiqə. Adın nədir? Altay. Altay. Sən neçədə oxuyursan? 2-də. 2-də. Sən gələn dəfə gəlib çəkərəm inşallah. Böyüyəndə kim olmaq istəyirsən? Kim olmaq istəyirsən? Həkim olmaq istəyirsən inşallah. Bəli, hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri bu günlərim gözəl şagirdlərimizi sizə təqdim edirəm. Amma bu ata-ananın adını çəkmədi. Ata-ananın da adını deyək də. Atanın adı nədir? Adil. Adil. Evet. Adil bəyə də dərin təşəkkür edirəm. Gecə-gündüz əziyyət çəkir övladlarının yaxşı, yuxusuz qalır, yaxşı təhsil almasın. Əlindən gələni əsirgəmir. Ona görə dərin təşəkkür edirəm. Ananın adı nədir? Aygün. Aygün xanıma da dərin təşəkkür edirəm. Bəli, hörmətli izləyicilərimiz, Çağdaş Təhsil komandası olaraq biz sizə ancaq nə arzulayırıq? Gözəl günlər arzulayırıq. Təşəkkürlər, minnətdarım, sağ olun.